Orxan Əliyev: İnanıram ki, idmançılarımız qələbə qazanıb bayrağımızı ucaldacaqlar. Azərbaycan kimboksçuları Latviyada beynəlxalq turnirdə mübarizə aparacaqlar. Azərbaycan kimboksçuları Latviyanın Riga şəhərində keçiriləcək Latviya Open turnirində iştirak edəcəklər. Aprelin 25-28-də təşkil olunacaq yarışda ölkəmizi Rafiq Babazadə 57 kiloqram K1, Ayxan Həsənov 81 kiloqram K1 və Oktay İsmailov 60 kiloqram K1 təmsil edəcəklər. Azərbaycan Kimboks Federasiyasının prezidenti Orxan Əliyev yarışda qüvvəsini sınayacaq komandanın üzvlərinin böyük potensiala və təcrübəyə malik olduğunu bildirib. İnanıram ki, idmançılarımız qələbə qazanıb bayrağımızı ucaldacaqlar. Vako kateqoriyalı hakim Azərbaycan Kimboks Federasiyasının Hakimlər Kollegiyasının sədr müavini Aydın Ağabəyov da Azərbaycanı təmsil edənlər arasındadır. Qeyd edək ki, qalib gələn idmançılar qala gecəsində iştirak edəcək və pul mükafatı ilə təltif olunacaqlar.